Salam əziz müştərilər, bugün sizə maraqlı aparatla qarşınızdayım. Deməli, aparatımız broşovka aparatdır, amma digər dəmir broşovka aparatdır, yəni metal spirallardan istifadə edən broşovka cildləmə aparatdır. Amma digərlərindən fərqli olaraq, indiyə kimi danışdıqlarından fərqli olaraq bir əsas özəlliyi var. Özəlliyi ondan ibarətdir ki, bu elektrikli modeldir. İndiyə qədər sizə göstərdiyim modellər arasında hamısı əl ilə olan manual modellər idi, amma bu isə elektrikli modeldir və belə bir pedal da var, pedalla işləyir. Yəni yaxından tanış edeyim. Yəni qıraqdan çəkərsən bizi. Tanış olsun. Həm də elektrikli modellə olması ilə bərabər, həm də çox sağlam modeldir. Deməli, baxın. 30 səhifə 70 qram birdən deşə bilir. Üstünə yazılıb 30 səhifə 70 qram. Bəli, bu yazılıb, amma əgər sizin avadanlığın çox uzun ömürlü olmasını istəyirsə, məsləhət görərdim ki, 25-24 səhifə ilə daim işləyin. Heç bir problem də əmələ gəlməsin. Deməli, gəlin sadəcə burada məndə 8 ədəd 160 qram var. O ilə nümunə olaraq göstərim. Ayarlanmasını eləyim bir dənə. Qoyduq belə. Əslində avadanlıq çox sadədir. Purjunu biz bura taxırıq. Burada purjun taxılması üçün yer var. Hazır indidən taxmışam. Göstərəcəm sizə də. Tak, getdi. Əgər pedalınız yoxsa burada düymə var. O düymə ilə də basa bilirik. Və yaxud pedal varsa ayağa qoyuruq. İndi mən buradadır. Gördünüz, çox rahat şəkildə əziyyət çəkmədən biz bunu deşirik. Bu deşiklərin məsafəsini biz ayarlaya bilirik. Məsələn, görürsünüz, indi çox aralı oldu. Gəlin, indi biz buradan ayarlanması var. Zəmin onu da çək. Buradan ayarlanması var. İndi biz deşikləri qabağa eləmək istəyiriksə, məsafəni azaltmaq istəyiriksə, indi fərqini göstərim sizə. Baxın, görürsünüz. Buna baxın, buna baxın. Yəqin ki, məsafələr arasında fərqi görürsünüz. Belə bir ayarlanması da var, deşikli ayarlanması var. Deməli, elədik. Hazır, gözəl şəkildə biz bunu belə keçirtdik. Əla. Deməli, bizim purjumuz 5-16 ölçüsündədir. Ona görə biz bunu buradan 5-16 ayarlanmasını eləyirik. Ayarlanma hazırdır. Və o gedir bura. 5-16 ayarlanmasını elədik. Baxın, gözəl şəkildə cildləməmizi elədik. Çox sadə, rahat aparatdır. Məndən çox müştərilər istəyirlər ki, deyirlər ki, biraz elektrikli modeli gətir, elektrikli model gətir. Çünki mexaniki olanlar nə qədər ən güclüsü belə olsa, yorucudur. Əgər sizdə işçi tərəfdən çox işçi yoxsa, işçinin və yaxud vaxtı azdırsa, bu xeyli sizin işinizi sürətləndirəcək. Ona görə həm də daha keyfiyyətlidir, daha çox eləyir. Məsəl üçün, elektrik əllə olan modellərdə siz 15 səhifə, 20 səhifə maksimum eləyə bilirsinizsə, burada 30 səhifəyə qədər bir dəfəlik eləyə biləcəksiniz. Bu da özü böyük bir avantajdır. Avadanlığa rəsmi zəmanət verir 1 il. Daha sonra zəmanət müddətindən sonraki istismarı üçün, yəni servisinə biz baxırıq yenidən. Əlavə sualınız varsa bizdə kommentlərdə zəhmət olmasa yazın. Bütün suallarınıza cavab verəcəm. Və yaxud bizə əyani olaraq tanış olmaq istəyirsə, bizim ofisimizə yaxınlaşın. Əyani olaraq avadanlıqla tanış olun. Bizi dəvət edirəm ki, bizi YouTube, Facebook, Instagram üzərindən izləyəsiniz və yeniliklərlə, yeni avadanlıqlarla və sərf materialları ilə ən qısa vaxtda tanış olasınız. Təşəkkürlər, çox sağ olun.